ustanın, sənətkarın işinə, sənətinə dəyər verən bir sənətkarın işinin qiymətini öldürənlər, işini bilməyənlərdir. Usta adına layiq olmayıb, özü özünə usta deyənlərdir. Peşəkar sənətkarların gördüyü işi bacarmır, qiyməti də həddindən artıq aşağı deyir ki, müştərini qiymətlə aldatsın. O zaten bilir ki, o sənətkarın gördüyü işi görə bilməyəcək. Qiyməti aşağı deyir ki, işi götürsün, işləsin. Bugün sənətkarların bazar qiymətlərini öldürən, işinin, sənətinin haqqını verən, aldığı pulun haqqını verən sənətkarların işinin qiymətini öldürən, işini bilməyib 1-2 manata işləyən ustalardır.